Bu evi mən satmışdım. Sadəcə ev sahibinin iş yerini dəyişiblər deyənə ev tezdən çıxdı satışa. Bax, geniş, iri zirzəmisidir. Qupquru deyir, qupquru. Neyin varsa yığ evin altına. Evdə ki, çox iri evdir. Gördüyünüz bütün 2 otaqlı evlərdən lap irisidir. Videonu çox uzatmaq istəmirəm. Bax, o başda görsüz qapını. Bu evə aid. Yəni, evin altı zirzəmidir, hündürdür bu tərəf. Qap pəncər qoyub əlavə bir ev eləmək olar. Bu da hardasa bir 10 tonluq su anbarıdır. Yəni, o vaxt Xırdalanda su zəif olub deyənə. Köynə dədə bu evdir. İndi ona ehtiyac yoxdur. Suyumuz, qazımız, işığımız daimidir. Evimiz qeyd etdiyim kimi 2 otaq, təxminən 4,5-dan 6-ya iri otaqlardır. Yəni, bu iriliyində, Xırdalanda 2 otaq, biri var demək olar yoxdur, biri var ki, ümumən yoxdur. Otaq ölçülərini göstərirəm sizə, fikir verin. Çox iri evdir. Bu da aynanın qabağından qoşudaş olduğu göstərirəm. Bu da digər otağı. Təmirli evdir. Bir qara qəpikli evdə bir iş yoxdur. Xırdalan şəhəri, deməli, 119 nömrəli marşrutla Avparkın arasındadır. Qiymət 53.000 manat. Bu evə verilən pul batan deyil. 53.000 çıxıb, ev sahibi ilə bazarlıq eləmək olar. Əlavə məlumat üçün linkdə nömrəmi qeyd edirəm. Sizin də satışda eviniz, torpağınız, obyektiniz varsa mənimlə əlaqə saxlayın. Kanala abunə olmağı unutmayın. Zənglərinizi gözləyirəm. Sağ olun.